parki yolla ağaların yerinə getdik. Qaydanda isə ehlət yolu ilə, cığır yolu ilə, kəndin üzü görünən hissə ilə düşdük aşağı. Bütülüyün düzünün ayaq hissəsinə. Bax, bu da bizim əvvəl də çəkmişdik. Atamın Topdaş dediyimiz bostanlığıdır, çəpəridir. Bura qədimdən qabaq hissədə bir quyu kimi yer də var, mağara kimi. Ne bileyim, deyirdi ki divin yuvasıdır, belə bir maraqlı söhbətlər olurdu. Amma görünürdə həqiqətən çox maraqlı çəpərdir. Çox güman ki, bax bu qalıya bənzər çəpər bəlkə də atamdan çox öncələrdən də var idi. Atam biraz buna şəkilləndirmə vermişdir və s. O da maraqlı yerlər var və bu çəpər tamamilə daşlardan dövrələnmiş vəziyyətdədir. Və hələ də daşların üstündə durduğu bax, gözəl məkan öz seyrini qoyub saxlayır. Çok maraqlı bir mekandır. Burada bir yenə maraqlı kuyu kimi yer də var. İndi deyəsən üzəri örtülübdür. Ha, buradadır. Bu hissəyə baxırsan, daşların arasında qalıb dolubdur indi içərisi. Burada bir sanki bir yuva kimi yer də var idi. Çox maraqlı bir mekandır. Bəlkə də çok iller önce, 100 iller önce burada insan yaşayışı da var idi. Ve onu da bildirim ki, bak bu hisse aşağılara kadar uzanır. Buranın adı necə oldu deyirsən? Bura Topdaş deyilir. Topdaşı. Top, yani toplu daş. Əfsanələrə görə buranı divlər düzəldi belə. Yani deyirlər, amma Təbii ki, aslında burası bizim çəpərimiz. çox maraqlı yerdir.